Nə qarırsınız? Əvvəl videoları səhərlər atırdım. İndi çalışacağım axşam da yox, günortadan sonra saat 5-də paylaşım. Çünki səhər video yükləyəndə biraz passiv qalır videolar. Çünki əsas videonun ilk bir neçə saatıdır ki, əgər həmin o YouTube videosu ilk bir neçə saat yaxşı izlənsə davamı gəlir. Ona görə ən aktiv saatlar adətən 4-6 arası. İnsanların artıq işdən çıxdığı, biraz girim görüm yorğunçuluğum çıxsın, biraz internetdə nə var dediyi saatlardır da. Ən aktiv video istidir deyə heç kim bir-birinə səbr eləyə bilmir. Biraz gec tərpənən kimi arxadan hamı siqnallayır. Burada yenə nəsə xətləmə işi görürlər, nə görürlər. Bir dəfə burada xətləmə işi görən vaxtı qəza olmuşdu. Bəlkə çoxunun yadına gələr, heç bir ay deyil. Ağır qəza olmuşdu burada. Belə körpülərdə adam sürəti yığmaq istəyir, amma başa düşmürsən ki, yəni təhlükəlidir. Çünki xırda bir qəza özü körpü kimi yerdə qəza 2 qat təhlükəlidir. Bu yol nə gündədir? Buradan sağa dönək. Çünki biz düşəcəyik aşağı şəhərə. Belə gələk buradan sağa dönək. Bu yollar nə gündədir? Bu yollar niyə qayırmırlar? Gəlsinlər, asfaltları qarsınlar. Bizə yazıqları gəlmirlər ki. Əvvəl orada yerdə xətləmə yalnız geriyə idi, indi onu dəyişib yalnız sola eləyiblər. Əslində düzgün qərardır, çünki mənasız bir zolaq idi. Heç kim oradan olsa geriyə dönmür. Day 8 litr nə qədər eləyir premiumda? 8 litr. İşte 16, az 13 manat vur da. Qəpik söyləmək istəmirəm. 8 litr vursan bir orada qəpik qalacaq. Ya kartla alsa nə fərqi var? İstir 3 qəpik yazsın. Onu nə tez doldu? Hangi modeli? Daşacaq da qalsın. Qalsın. Gözə görüm gedəcək. Sən doldurursan, buna saxladım, əydim, hamısı dağılacaq yerə. Qapağı var da. Ay 20 qəpik canın sağ olsun, söyləmə, vurma. Qapağı sıxmır. Yox, əyəndə şey olur axı, bakda əyilir axı. Benzin çıxır axı. Nə bilim valla. Biz bu qədər doldu, birinci dəfədir ki, bu qədər doldururam bunu. Sürçələ. Hey bir. Mən indi şəhərə düşürəm, o vaxta kimi azalar yəqin. Sağ ol da. 12 model, yala 13 verəcək. Onu söyləmişəm. Ha, doğrudan Ha. 8 qəpiyim var. Ha, canı sağ olsun. Səkkiz qəpik, canı sağ olsun. 8 qəpik nədir ki? Yazıq halallıq olsun deyə axıra kimi vurur. Bunda axıra kimi vurursan bu daşır axı. Daşmağını da istəmirəm. Belə işlər. Yalnız çatana kimi əyməsən, Port Bakıya çatana. Mən nə bilim, dedim boşdur da, bax. Gedər 13 manat. Onda bak doluymuş deməli. Ümumiyyətlə motosikletdə mən özüm də hiss eləmişəm. Bak dolu olanda motosiklet bilmirəm daha yaxşı gedir. Bu bəlkə də məndə bilmirəm psixoloji bir şeydir, amma nə bilim elə hiss eləyirəm ki, bəziləri deyir nə bilim benzin göz çox olanda orada təzyiq olur deyə daha yaxşı işləyir motosiklet. Nə bilim hər bir şey deyir. Amma nəsə elə güclü bir fərqi də yoxdur əslində, hiss eləməmişəm. Amma yenə də nə qədər bak dolu olsa, ay da su dağıldı. Suları daşıyanda bir də görürsən partlayır su. Mən özüm ipək su işlədirəm. Onsuz da bütün hər şey reklam eləmişəm, bir də o qalıb. Sifariş neçə ildir də mən bəlkə bir 7-8 ildir ki ipək su istifadə edirəm. Elə 7-8 ildir ki sifariş verirəm, gətirirlər evə, qoyurlar, gedirlər. Mən belə mağazadan su almıram da, yəni 10 litrlik falan sular adam var ki gedir alır hər dəfə. Ümumiyyətlə də yəqin ki sulardan da ki bu dispetcherlər falan, dispetcher deyirlər, nə deyirlər bilmirəm ki, heç başım çıxmır çox. Bu su dispanseri, dispetcher yox, dispanser. Özüm də hiss elədim ki, nəyəsə səhvdə deyim. Su dispanserlərindən çıxandan bəri çox elə ondan istifadə edir. Vizoru da açıram, külək vurur mikrofona. Bax, gör sizin nə qədər çox istəyirəm ki, əziz izləyicilər. İstəyə pişirəm burada, amma yenə də vizoru açmıram ki, qoy səsimi yaxşı eşidəsiz, əziyyət çəkməyəsiz. Bax, belə açıb danışsam, yəqin ki, səsim külək səsimi vurub aparır deyə daha çətinliklə eşidirsiniz məni. Biz buradan sağdan gedəcək.
Gördünüz elə benzin vurmaqla belə demək olar ki, Yusif Səfərov axıra kimi getsə, çatdırıq da Port Bakıya. Yəni tez alınır. Nərimanov tərəfdən gələndə tez alınır. Nəsim tərəfindən gələndə yolumu qısaldacaqdım daha doğrusu, amma gec çatacaqdım. Yəni burada svetofor azdır Nərimanov tərəfdən gələndə. Həm də yol nisbətən daha boşdur. Avtobus yolu yoxdur deyə o küçədə. Tıxac o qədər olmuş. İndi gedək Port Bakıya. İşlər də sifarişi nağd vurub. Port Bakının öz daxili kuryerləri var. Onlar elə bir ki, digər kuryerlərdən sifarişi alırlar, özləri çatdırırlar Port Bakının mənzillərinə. Port Bakı rezidans böyük yerdir deyə. Yəni onun özünün bir ayrı kuryeri var da. Yəni rezidansın içərisində kuryer olur. Kuryerlər daha doğrusu. Onlar bizdən alır sifarişi, bizə icazə yoxdur da. Əvvəl bizə icazə verirdilər, indi müəyyən yəni ki, təhlükəsizlik falan səbəblərindən artıq icazə yoxdur kənar şəxslərin sifarişi birbaşa qapıya aparmasına. Biz resepsiyona kimi, o şeyə kimi aparırıq, kuryerə təhvil veririk sifarişi, o qaldırır yuxarı. Yəni əslində kuryer üçün yaxşı bir şeydir. Nəyə görə? Vaxt itirmir də kuryer. Hər dəfə biri var özün qalxasan, bir də var gəldin qapıya verdin, ondan sonra öz kuryerləri qaldırır. Bir dənə nəyi pisdir? Müştəri bir də görsən, məsələn bu indiki sifariş kimi müştəri götürüb sifarişi verir, nağd vurur. Halbuki Port Bakıda yaşayan adam kartla sifariş etməlidir ki, biz rahat qoyub gedək sifarişi də, kartından çıxıb sifarişin pulu. Amma nağd olanda məcburam nə edeyim? Oturum onu gözləyim orada. O düşəcək. Yuxarı dedim axı icazə vermirlər qalxmağa. Ya iki variant vardı. Ya özü düşəcək sifarişimin ödənişini eləyib götürəcək sifarişi, ya da kuryer qalxmalıdır, o sifarişi verməlidir, ödənişi almalıdır, gətirməlidir, mənə verməlidir ödənişi. Ondan sonra mən getməliyəm. Bu da gör nə qədər uzun çəkir. Hələ bir də görürsən ki, kuryerin başqa sifarişləri də var axı. Yəni gec gəlir kuryer. Biri var sırf o mənzilə gedib gəlsin. Bir də var başqa sifarişlər də var. Oturub orada 10 dəqiqə, 15 dəqiqə gözləyirsən ki, nədir bu sifarişin nağd vurublar və sən nağd pulu almalısan. Görək hara kimi təzə video ata biləcəm hər gün. Bəzən hər gün eyni işi görəndə tükənmişlik sendromu yaşayır adam. Ümidvaram məndə belə bir şey olmaz. Hələ ki rahat gedirəm artıq. Siz bu videonu izləyəndə yəqin ki 10 dənədən çox video artıq paylaşmış olacağam. Seriyanın 10 bölümü ən az olacaq. İndi mən təbii ki bilmirəm də indi. Çünki bu videolar eyni gün çəkilib, eyni gün paylaşılmır. Bəzən elə olur ki bir həftə falan, yəni vaxt fərqi olur. Amma böyük ehtimalla artıq 10 dənədən çox video paylaşmış olaram. Yəni məqsəd odur ki, hər gün olsun video. Burada izlənmə sayı o qədər mənim üçün maraqlı deyil. Əsas video sayıdır ki, video sayı çox olsun və bunun üçün də video sayının çox olması üçün də istikrarlı olmaq lazımdır, davamlı olmaq lazımdır ki, bu ilk başda sadə görünə bilər, amma onu hər gün etmək, çünki sən bəzən ola bilər, həqiqətən həmin gün vaxtın olmasın, ola bilər həmin gün marağın olmasın və ya xəstə ola biləsən və s. və ilaxır və yaxud da ki evdə olmarsan, kompüterin başında olmarsan, yəni bütün bunları nəzərə alıb hər gün video atmaq məqsədi qoymuşam qabağıma. Bütün bunları yəni bilirəm zaten. Çünki bunu bir dəfə də mən test eləmişəm, olduqca yaxşı nəticə verib əslində mənə. Yəni izlənmə sayına təsir edir. Əgər YouTube-la maraqlanırsınızsa, siz də YouTube videoları çəkirsinizsə, sizə belə bir məsləhət verə bilərəm ki, nə qədər sıx video paylaşsaz, istikrarlı şəkildə paylaşsaz, sıx olması da o qədər vacib deyil hətta deyərdim. Məsələn, həftədə bir video paylaşın, 10 gündə bir video paylaşın. Amma hər bir halda bir şey əgər hər gün edirsənsə, bir yerdən sonra artıq davamlılığı qoruyub saxlamaq çətinləşir. Bariyer var da, o çətinlik bariyeri, o bir yerdən sonra ağırlaşmağa, insan üstünə çökməyə başlayır o. Hər gün video montaj elə, paylaş, onun YouTube-da upload olunması və s. və ilaxır, o statistikanın izlənməsi, müəyyən nəzarət, bunlar təbii ki o qədər də asan deyil. Amma çalışacağam o bariyeri də aşım. Hələ ki o şeyə gəlib çatmamışam, yəni. Hələ ki mənə rahat, hətta maraqlıdır bu videoları paylaşmaq. Çalışacağam davam edeyim. Ən azından əgər heç bir problem çıxmasa, bu ilin sonuna kimi hədəfim 180 video paylaşmaqdır. Mən hər gün işləmirəm və yaxud da hər gün velosiped və ya motosiklet sürmürəm deyə. Üstəgəl mən hər gün kompüter qarşısında oturmaya bilərəm. Üstəgəl bəzən həqiqətən bezirsən. Tüm bunları nəzərə alanda mən maksimum çalışacağam ki 180 videonu tamamlayım bu ilin sonuna kimi.